хотел открыть школу для девочек. Eşitmisən də? Ne? Deyirlər ki, hacı qız uşaqları üçün məktəb tikdirir. Camaat arasında söhbət başlayıb ki, yox, belə bir məktəb şəriətə zidd. Sizdən ricam budur ki, onları düz yola yönəldəsiniz. Siz şərəfinizlə, ləyaqətinizlə bir parça çörək qazanmaq üçün səhərdən axşama kimi əziyyət çəkirsiniz. Amma evlatlarımıza kim tərbiyə verir? Kim böyüdür onları? Qorxmayın, çəkinməyin. Bizim də qızlarımız savad almağa layiqdir. Necə olur ki, öz savadı olmayan hacı bizə savad vermək istəyir? Belələri bizim dinimizə, imanımıza xələl gətirir. Bizim dinimiz təhsil olan qızlar üçün sədd qoymur. O səddi qoyan bəzi cahil mollaların yanlış fətvalarıdır. Biz belə şeyə razı ola bilmərik. Vəssalam. Bu nadanlıqdır, bu cahillikdir. Bəlkə indilik geri çəkiləsən. Hər nəyin bahasına olursa olsun bu məktəb açılacaq. Allahu Ekber. Bu yazıq, nadan adamlar kör-körənə sənin kimlərin fətvalarına uyub şər işlər görürlər. Senin kimilerin ne namusu var ne de kişiliği. Bizim qızlarımızın tərbiyəsiyle məşğul olmağına heç bir xeyir dua verə bilməm. Sən lənəm, kim vurub səni? Məktəb açırsan ki, savad verəsən, Amma savad yoxdur, məktəb aça bilmirsən.